Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camaloğlu İskəndərovun 70 illik yubileyi qeyd olunub. Yubiley tədbiri çərçivəsində əvvəlcə iştirakçılar Masallı şəhər Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Masallı şəhər Heydər Əliyev mərkəzində keçirilən tarixə həsr olunmuş ömür, Anar İskəndərov 70 adlı tədbir, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Anar İskəndərovun həyat və fəaliyyət yolunu əks etdirən videoçarx nümayiş olunub. Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov yubilyarı təbrik edərək bildirib ki, Anar İskəndərov Azərbaycan tarix elminin inkişafında, milli yaddaşın qorunmasında və gənc nəslin maarifləndirilməsində mühüm xidmətlər göstərib. Qeyd olunub ki, alim 20 monoqrafiya, 8 dərs vəsaiti, 350-dən çox elmi məqalənin müəllifi, 50-dən çox kitabın elmi redaktoru, məsləhətçisi və rəyçisidir. O, həmçinin ABŞ-da nəşr olunan Realities of Azerbaijan 1917-1920 əsəri ilə ABŞ Konqres kitabxanasına daxil edilən ilk Azərbaycanlı müəllifdir. Tədbirdə millət vəkilləri Fəzail İbrahimli, Cavanşir Paşazadə, Elman Nəsirov, Məşhur Məmmədov, tarix elmləri doktoru professor Şikar Qasımov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayon Ağsaqqallar Şurasının sədr müavini Ziba Əskərli, Masallı Ziyalıları İctimai Birliyinin sədri Qardaş Fətullayev çıxış edərək yubilyara can sağlığı və yeni uğurlar arzulayıblar. Sonda çıxış edən millət vəkili, tarix elmləri doktoru, professor Anar Camaloğlu İskəndərov tədbirin təşkilinə görə təşəkkürünü bildirərək Masallıda doğulub böyüməsi ilə fəxr etdiyini qeyd edib. Tədbirin sonunda Masallı rayon icra hakimiyyətinin başçısının 28 yanvar 2026-cı il tarixli sərəncamı ilə Anar İskəndərova fəxri fərman təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Bizim hamımız fəxr edirik ki, bizim rayonumuzun maraqlarını Respublika səviyyəsində və bəzən Respublika səviyyəsindən də yüksəklərdə belə bir yenilməz elmi təcrübəyə malik, mənəvi, pak insan təmsil edir. Bir daha sizin və öz adından Anar müəllimə möhkəm can sağlığı, özünün elmi, ictimai və siyasi fəaliyyətində uğurlar arzulayırıq. Diqqətinizə görə